Xalqın gəlinləri bahar təmizliyini çoxdan bitirib, bu evin gəlini isə hələ təmizliyə indi başlayır. Mənim belə bir gəlinim olsa, onu bir gündə evdə saxlamazdım. Zarafat bir yana, son vaxtlar yayılan viruslar məndən də yan keçmədi, çox ağır vəziyyətdə keçirdim. Ona görə də təmizliyim indiyə gəlib çıxdı. Həyət evinin işi bitmir deyənlər haqlıdır. Həqiqətən də burdan yığırıq, burdan isə yenə yığılmalıdır. Göydə günəşi qış fəslində görmüşəmsə evdə mütləq nə isə yumalıyam. Yataq otağının pərdəsini çıxartdım, yumağa göndərdim. Son vaxtlar istifadə etdiyim yuyucu toz Oris'dir. Paltarları tərtəmiz təmizləyir, həm də əlavə təravətləndiriciyə ehtiyac qalmır. Sizə növbəti bir tövsiyəm də var. Əgər divanlarınızın üzərini, stollarınızı rahatlıqla təmizləmək istəyirsinizsə, sadə tül, pərdə tülündən istifadə edə bilərsiniz. Videoda göstərdiyim kimi isti su ilə yuyucu tozu qarışdırıb, bol köpüyü ilə, tül vasitəsilə tərtəmiz hər yeri təmizləyə bilərsiniz. İndi isə sizə bir sualım var. Bizim pəncərələr belə 2 qat şüşədən ibarətdir və bəzilərinin içərisi artıq küflənməyə başlayıb. Çarəsini bilirsinizsə, rəylərdə mənimlə bölüşün. 8 martda hədiyyə olaraq gələn bu qab dəstini də indidən yuyub Novruz süfrəsinə hazırlayıram. Əgər vloqumu bəyəndinizsə, səhifəni izləməyi unutmayın, çünki part 2-də gələcək. İzləmədə qalın. Allaha əmanət olun. Gələn vloqlarda görüşərik.